İstifadəçilərin daha rahat istifadəsi üçün mən bu videonu çəkəcəm. Noktanın skoru 3 modeli üzərində. Baxın dostlar, belə bir şey var. Cihazı yandırdınız. Əgər heç nə bilmirsinizsə, bu cihazda fabrika ayarları var. Bu nastroyka bölümüdür. Bir dəfə tıklayacaqsınız. Sağ-sol tuşları ilə gələcəksiniz bu adam şəkli üzərinə, təxmini olaraq. Baxın bura. Sonra bu düyməni sıxıb saxlayacaqsınız. F'di yazılandan sonra barmağınızı buraxacaqsınız. Bəli, barmağınızı buraxdınız dostlar. Gördüyünüz kimi bu hal olacaq. Biz burada ekran işığını artıracağıq ki, cihazı tam şəkildə görə bilək, rəqəmləri görə bilək. Bəli, bu cihazda Zavaskoy Nastroykada fabrika ayarlarında səsi neçədə gəlir? 3-də gəlir dostlar. 3-də gəlir. Bunu biz istədiyimiz kimi artırıb azalda biləcəyik və bu sürət həddidir. Sürət həddini azaldacağıq ki, yeni başlananlar üçün. Və torpaq ayarını isə, torpaq ayarı buradadır. 3 dənə fərqli torpaq ayarı var bu cihazda. İlk öncədən yeni başlananlar üçün, baxın burada işarə gələcək. Bu düyməni bir dəfə sıxıb buraxacağıq və işarə gələcək. Bu düymə ilə biz buradan çıxacağıq. Yəni nastroyka düyməsinə basıb çıxacağıq. Bu cihazda birinci proqrama düşür. M1 modunda qalır. Baxın M1-də qalır. Multifrekansda işləyir. Siz bunu torpağa görə tənzimləyəcəksiniz. Getdiyiniz ərazilərdə, baxın, gəzdiyiniz ərazilərdə torpağa görə fərqli formada istifadə edəcəksiniz. Bir də həssaslığı önəmlidir. Həssaslığı Zavaskoyda 12 üzərində gəlir. Biz bunu təxmini olaraq 6-7 səviyyəsində saxlayacağıq ki, yeni başlanğıc üçün bu formada gəzəcəksiniz dostlar. Yəni ilk başlanğıc üçün belə gəzəcəksiniz. Ondan sonra yavaş-yavaş proqramları incələyib baxacaqsınız ki, bu cihazda nələr var, nələr yox. Bəli, bu cihazda dostlar çox şeylər var. Məsələn, nastroyka bölümünə girəcəyik. Biz burada bu əlavələrdir sizə deyirəm. Səs tonlarını siz burada artırıb azaldacaqsınız. Baxın, burada fikir verin. Plus düyməsini biz bassaq, ikinci sistemə gedir. 2 səs tonunda işləyir. 3 səs tonu, 4 səs tonu, 6 səs tonu, 60 səs tonu və ilə axır dostlar. Baxın, səs tonlarını siz dəyişə biləcəksiniz. Burada siz qara metalların səsini alıb və yaxud qara metalların səsini artıra biləcəksiniz burada. Çox şeylər var. Ondan sonra, yəni cihazı bacarandan sonra bu işləri hamısını özünüz edəcəksiniz dostlar. Ünvanımız Nərimanovda yerləşir. Əli Rədeyev küçəsi 8, Kosmos Yaşayış kompleksində.